Salam əziz abituriyentlər. Bugün fizika dərsimizdə Landau test toplusundan düzxətli, bərabər sürətli və dəyişən sürətli hərəkət mövzusundan testlərə baxacağıq. Mən bu məsələləri həll etməmişdən qabaq məsləhət görərdim ki, siz videonu saxlayın, bu məsələləri özünüz həll etməyə cəhd göstərin və daha sonra da izaha baxa bilərsiniz. Hazırsınızsa başlayaq. Birinci sualına. Deməli, düzxətli hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Müşahidə anından 16 saniyə sonra onlar arasındakı məsafəni hesablayın. Maddi nöqtələrin başlanğıc koordinatları eynidir. Burada sürətin zamandan asıllığını görürük, qrafikini görürük və bu qaydanı biz bilməliyik ki, sürət zaman qrafikində, grafikin altında qalan fiqurun sahəsi bizə yolu və yaxud da yer dəyişməni verir. Baxırıq baxın bu qrafikimizə, bir grafikinə. Burada grafikin altında qalan fiqur deyəndə nə nəzərdə tutulur? Həmən bu qrafik ilə T oxunun əmələ gəldiyi fiqur. Bu qrafikin altında qalan fiqur, görürük ki, baxın, rəngləyin bu hissəni, baxın, bu düzbucaqlıdır. Düzbucaqlığın sahəsi bizə gedilən yolu verəcək. Deməli, birinci halda S1 deyək buna gedilən yola. Fiqurun sahəsi, düzbucaqlığın sahəsi n-ni vurmalıyıq uzunluğuna. Yəni, n-i bunun nə qədərdir? Buradan görürük ki, n deməli, bir tərəfi 60-dır, uzunluğu da 16-dır. Deməli, onda nə edirik? 60-ı vururuq 16-ya. Bu da eləyir 960 metr. Birinci cismimiz 960 metr yol getdi. İndi baxırıq ikinci qrafikimizə. İkinci qrafikimiz isə, baxın, bu şəkildə 60-dan başlayır. Baxın, bu fiqurdur. Burada qrafikin altında qalan fiqur düzbucaqlı, üçbucaqlı. Düzbucaqlı, üçbucağın artıq biz sahəsinin tapılmasını bilirik. Necədir? S bərabərdir. A vurulsun, B bölünsün 2. AB burada katetlərdir. Deməli, onda yazırıq. S2 bərabərdir. A'sı 60'dır, B'si 16'dır. Deməli, 60 vurulsun 16 bölünsün 2. Eləyəcək 960'ın yarısı, yəni 480 metr. Deməli, bizdən müşahidə anından 16 saniyə sonra bu cisimlər arasındakı məsafəni soruşur. Və hər iki cisim eyni koordinatdan hərəkətə başlayıb. Biri 960 metr gedib, digəri 480 metr gedib. Deməli, biz nə etməliyik burada? 960-dan 480-ə çıxmalıyıq aralarındakı məsafəni tapmaq üçün. O da olacaq 480 metr. Cavab burada D variantıdır. Niyə çıxdıq? Çünki burada cisimlər hər ikisi eyni istiqamətlə hərəkət edirlər. X ox istiqamətindədir. Qrafik əgər bizdə T oxundan aşağıda olsaydı, deyərdik ki, X oxu əksinə hərəkətdir. Amma qrafik T oxundan yuxarıdadır deyə hər iki hərəkət X oxu istiqamətindədir. Bu o deməkdir. Yəni, bizim bir deyək ki, X koordinatımız var. Cisimləri çəksək, bu birinci cismimiz, aşağıda ikinci cismimiz. Hər ikisi eyni koordinatdan hərəkətə başlayıb. Biri 960 metr gedib. Deyək ki, bura qədər 960 metrdir. İkincisi isə 480 metr gedib. İndi 16 saniyə sonra bunlar arasındakı məsafəni hesablamaqdan ötəri biz nə etməliyik? Baxın, bu məsafəni tapmalıyıq. Bu məsafəni necə taparıq? 960-dan çıxmalıyıq 480. Biz də bunu etdik və cavabımız oldu 480 metr. Keçdik ikinci sualımıza. Hansı halda cismin təcil vektoru şaqulə aşağı istiqamətdə yönələr? Şaqulə istiqamətdə aşağı yönəlib. Deməli, bizim tapmalı olduğumuz təcilin aşağı istiqamətdə yönəlməsidir. Məsələyə keçməmişdən əvvəl belə bir qaydanı xatırladım ki, sizə. Deməli, hərəkət ümumiyyətlə, hərəkətin növünə görə bərabər yeniləşən və bərabər yavaşayan ola bilər. Bərabər yeniləşən hərəkət o hərəkətdir ki, sürət vektoru ilə təcil vektoru eyni istiqamətli olsun. Bax,
Bu halda biz deyəcəyik ki, hərəkət necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Və yaxud da sürətin proyeksiyası ilə, başlanğıc sürətin proyeksiyası ilə təcilin proyeksiyası eyni işarəli olmalıdır. Yəni, ya ikisi də mənfi olmalıdır, ya ikisi də müsbət olmalıdır. Əslində, elə eyni istiqamətli olması, onların eyni işarəli olması deməkdir. Bu hərəkət olacaq bizdə bərabər yeyinləşən hərəkət. Yox, əgər sürət vektoru və təcil vektoru bir-birinə əks yönələrsə, əks istiqamətli olarsa və yaxud da işarələri əks işarəli olarsa, bu zaman biz deyəcəyik ki, hərəkət bərabər yavaşlayan hərəkətdir. Deməli, indi bu qaydanı bildikdən sonra bu qaydanı biz gəlin tətbiq eləyək. Bizim axtarmalı olduğumuz təcilin aşağı yönəlməsidir. Birinciyə baxırıq. Birincidə deyir ki, cisim yuxarı istiqamətdə bərabər yavaşlayan hərəkət edir. İstiqamətin verib yuxarı. İstiqamət deyəndə nə nəzərdə tutulur? Yəni, sürət yuxarıdır burada. Sürətin istiqaməti yuxarıdırsa, deməli istiqamət yuxarıdır. Sonra bərabər yavaşlayan hərəkət edir. Yavaşlayan olması üçün sürət və təcil əks istiqamətli olmalıdır. Deməli, burada təcil aşağıya doğrudur ki, hərəkət yavaşlayandır. Onda deməli, birinci variantımızda bizim axtarmalı olduğumuz nə idi? Təcilin aşağı olması. Tapdıq. İkincidə deyir ki, cisim şaquli yuxarı istiqamətdə, artıq yuxarı istiqamət o deməkdir ki, sürət yuxarıdır. Bərabər yeyinləşən hərəkət edir. Sürət yuxarı, yeyinləşən hərəkət dediyi üçün təcil də yuxarı. Bu bizim axtardığımız cavab deyil. Ona görə də 2 düzgün deyil. 3-də deyil, cisim şaquli aşağı istiqamətdə, deməli aşağı istiqamət dedisə, sürət haradır? Sürət aşağıdır. Bərabər yeyinləşən hərəkət. Yeyinləşəndirsə, deməli təcil də sürət istiqamətində olmalıdır. Yəni, təcil də aşağı olmalıdır. Onda deməli bu axtardığımız variantdır. 4-də deyir, cisim şaquli aşağı istiqamətdə, yenə sürət aşağıdır. Bərabər yavaşlayan hərəkət edir. Deməli, təcil ondan əks istiqamətli olmalıdır, yuxarı olmalıdır. Bu da bizim axtardığımız cavab deyil. Deməli, cavabımız oldu burada C variantı 1 və 3. Üçüncü suala baxaq. Düz xətt üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. 4 saniyə müddətində cismin getdiyi yol yer dəyişməsinin modulundan nə qədər çoxdur? Deməli, burada x-in, yəni koordinatın zamandan asılı qrafikidir və cisim başlayıb -3 koordinatından. -3 koordinatından başlayıb və baxın, görürsünüz, bu xətt üzrə gəlib. Birinci hansı koordinata gəlib? 3-ə gəlib. Sonra isə 2-yə qayıdıb. Baxın, görürsünüz, burada 2-ni də qırıq-qırıq xəttlərlə göstərib. Deməli, bu nə deməkdir? X oxu istiqamətində, baxın, X oxumuz var. Cisim başlayıb -3-dən. -3-dən başladı buradan. Gəldi 3-ə, baxın, 3-ə gəldi. 3-dən də qayıtdı 2-yə. İndi cismin getdiyi yol nə qədərdir burada? Cismin getdiyi yol trayektoriyanın uzunluğudur. Yəni, 3-dən gəldi 3-ə nə qədər getdi? 6 metr. Yenidən 3-dən qayıtdı 2-yə. Burada da 1 metr. 6 metr, 1 metr. Deməli, cismin getdiyi yol oldu 7 metr. Yer dəyişmə nədir? Yer dəyişmə cismin başlanğıc və son nöqtələri arasındakı istiqamətlənmiş ən qısa, baxın bu məsafə, istiqamətlənmiş düz xətt parçası. Yəni, -3-dən başlayıb 2-yə gəlib, -3-dən 2 arasındakı məsafə nə qədərdir? 5 metrdir. Ya da bunu belə tapa bilərik. Sx bərabərdir, x çıxılsın, x0. X-imiz, son koordinatımız 2-dir. Başlanğıc koordinatımız -3-dür. Buradan da biz 5 metri tapa bilirik. Deməli, yer dəyişməmiz də oldu bizim 5 metr. İndi yol yer dəyişmədən nə qədər çoxdur? 7-dən 5-i çıxırıq, 2 metr
Çoxdur. Cavab oldu C variantı. 4 nömrəli məsələ maraqlı bir məsələdir. Eylerven diaqramında X oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamanla asılı qrafikinə uyğun bəndləri müəyyən edin. Burada sürət 1 və 2-də görürük ki, sürət tənlikləri verilib və gəlin birinci qrafikimizi analiz edək. Baxın, birinci qrafikimiz hardan başlayır? Sürətdir. Deməli, 20-dən başlayırsa, biz birinci cismin başlanğıc sürətinə V0x-ə 20 deyəcəyik. Gəlin birinci cisim üçün sürətin tənliyini yazaq. Deməli, ümumi şəkildə Vx nəyə bərabərdir? V0x üstə gələk AXT. Bu təcilli hərəkət üçün sürət tənliyidir. V0x-imiz bəllidir. Müsbət 20-dir. Elə buradan da görə bilərik ki, müsbət 20-dirsə bu əslində 1-ə gedəcək. Çünki müsbət 20 V0-ımız müsbət 20-dir. Amma gəlin təcillə də baxaq. Təcili hesablayanda nə etməliyik? Təcilimiz AX bərabərdir. Son sürət çıxılsın başlanğıc sürət bölünsün zaman. Yəni sürət dəyişməsinin zamana nisbəti. Başqa sözlə desək, vahid zamanda sürətin dəyişməsinə bərabərdir təcilimiz. İndi birinci cisim üçün yazsaq biz bunu. Deməli, son sürətimiz, baxırıq ki, burada cisim 20 başlanğıc sürəti 20-dir və yavaşlayan hərəkət edir. Gəlir, son sürəti nə qədərdir? 0-dır. Deməli, verilənləri yerinə yazsaq, 0 çıxılsın 20, keçən zaman müddəti nə qədərdir? 8 saniyə. Deməli, bölməliyik 8-ə. Bu da elədir, -2,5 metr bölünsün saniyə kvadrat. İndi, birinci cisimin biz sürət tənliyini yazırıq. Vx bərabərdir. Başlanğıc sürətimiz dedik ki, 20. Təcilimiz mənfi aldıq. Çıxılsın 2,5 t. Buradan gördük ki, bu tənlik, yəni birinci tənlik birinci cismə aiddir. İkinci tənliyə baxaq. İkinci tənlikdə də yenə eyni qaydan istifadə eləməliyik. V0-ımız var ikinci üçün. -20-dir. Təcili necə tapırıq? Yenə eyni qayda ilə son sürət çıxılsın başlanğıc sürət bölünsün zaman. Son sürətimiz, görürük ki, bu cisim yenə bərabər yavaşlayan hərəkət edir. Yəni sürəti ən sonda 0-a bərabərdir. Onda deməli son sürət 0. Çıxılsın başlanğıc sürət -20 bölünsün zaman, yəni 8. 0-dan -20-ni çıxanda 20 eləyir. 8-ə böldük, elədi müsbət 2,5. Yenə sürət tənliyində yerinə yazsaq, -20 üstə gələk 2,5 t. Deməli, bu da ikinci varianta uyğun gəlir. 8 saniyə sonra getdiyi yol 80 metrdir. Biz bayaq da dedik, sürət zaman qrafiki verilirsə, grafikin altında qalan fiqurun sahəsi bizə yer dəyişməni və yaxud da yolu verir. Yol mənfi ola bilmədiyi üçün burada biz sadəcə fiqurların sahələrini tapıb modullarını götürməliyik. Baxın, birincinin getdiyi yol qrafikin altında qalan fiqurun sahəsi. Baxın, bu göylə işarələdiyim hissə. Düz bucaqlı, üç bucaqdır. Deməli, bir kateti 20-dir, bir kateti 8-dir. Deməli, mən nə etməliyəm onda? Burada sahəni tapsam, S bərabərdir. 20 vur 8 bölünsün 2. Bu da eləyəcək 80 metr. Digərində, qrafikin altında qalan fiqurun sahəsi, yəni T oxu ilə əmələ gələn. Bunu başqa rənglə göstərək, baxın, qırmızı rənglə. Baxın, bu hissədir. Burada da düz bucaqlı, üç bucaqdır. Bir kateti -20-dir. Digəri yenə 8-dir. İndi buradakı sahə də eləyəcək. Bu birinci, bu da ikinci. -20 vur 8 bölünsün 2 elədi -80. Amma yer dəyişmə demir. Yolu deyir. Ona görə də biz moduluza götürməliyik. Hər ikisinin getdiyi yol 80 metrdir. Yəni bu ortaqdır. Bərabər yavaşlayan hərəkət edir. Ümumiyyətlə, sürət zaman qrafikində baxın, belə bir qaydamız var ki, sürət, zaman, proyeksiya. Əgər qrafik T-yə yaxınlaşırsa, istər yuxarıda olsun, istər aşağıda. 1, 2. T-yə yaxınlaşırsa, bu yavaşlayan hərəkətdir. Çünki sürət 0-a yaxınlaşır.
Deməli, burada onda hər iki hərəkət bərabər yavaşlayan hərəkətdir, ortaqdır. 5. Deyir ki, x ox istiqamətində hərəkətdir. Digər qaydamız odur ki, əgər qrafikimiz bizim t oxundan yuxarıdadırsa, yəni görürük ki, başlanğıc sürətin proyeksiyası müsbətdir. Və yaxud da deyirik, qrafik t oxundan yuxarıdadırsa, hərəkət x ox istiqamətindədir. Deməli, birinciyə 5 uyğundur. İkinci də x oxundan aşağıdadır qrafikimiz. Ona görə də hərəkət x oxunun əksinədir. 6-da gəldi bura. Düzgün cavablarımızı seçsək, 1-ə 1-5, 2-yə 2-6, 3-ə 3-4 uyğun gəldi. Cavab Y variantıdır. 5 nömrəli məsələyə baxaq. Sürəti V0 çıxılsın 4T şəklində ifadə edilmiş və düz xətli hərəkət edən cisim müşahidəyə başlayandan 3 saniyə ərzində 27 metr yol getmişdir. Cismin başlanğıc sürətini hesablayın. Bu məsələnin müxtəlif yolları var. İstəsək biz yolun düsturunu yazarıq. Baxın, S bərabərdir. Yolun düsturu V üstə gələk V0 bölünsün 2 vurulsun T. Və buradakı bu V-nin yerinə gətirib tənliyi. Baxın, bu tənliyi yazsaq. V0 çıxılsın 4T olur. Və buradan verilənləri yerinə yazıb biz nə edə bilərik? Başlanğıc sürəti V0-ı hesablaya bilərik. Digər tərəfdən hər iki üsulu deyəcəm mən sizə. Gəlin bunu eləyək, elə burada həll eləyək. Deməli, S olur, burada S bərabərdir. V-nin yerinə V0 çıxılsın 4 yazırıq. Olur V0 çıxılsın 4T. Üstə gələk V0 bölünsün 2 vurulsun T. Bərabərdir. Deməli, oldu. V0 ilə V0 topladıq. 2V0 çıxılsın 4T bölünsün 2 vurulsun T. Burada indi verilənləri yerinə yazsaq, S nə qədərdir? S burada bizə verib, baxın, 27 metr yerinə yazıram. Bərabərdir. V0-ımızı bilmirik. 2V0 çıxılsın 4 vurulsun. Zaman nə qədərdir? 3 saniyə yazdıq yerinə. Bölünsün 2, yenə zamanın yerinə 3 yazırıq. Buradan biz ixtisarlarımızı aparsaq, 27 ilə 3 ixtisar gedir. Burada qalır 9, burada qalır 1. Deməli, oldu tənliyimiz bu şəkildə. 2V0 çıxılsın 12, bölünsün 2, 9'dur. 9'u 2'ye vursak 18. 2V0'ımız 30'dur. Buradan da V0'ımız 30 bölünsün 2'den 15 metr böl saniyə alırıq. Bu şəkildə. İkinci üsulu deyim. İkinci üsul nədir? Qrafik üsulu. Qrafiki qururuq. Necə? Baxın. Buradan görürük ki biz, bax qrafiki buradan çəkim. Deməli, hərəkətimiz bizim yavaşlayan hərəkətdir. Niyə? Çünki sürəti burada müsbət verib, təcili mənfi verib, mənfi 4'dür. Və yavaşlayan hərəkətdə biz bilirik ki, V-nin T-dən asıllıq qrafikində hər hansı bir V0-dan başlayır hərəkət. Baxın, belə davam edir. Və deyir ki, 3 saniyə müddətində 27 metr yol gedib. İndi burada 3 saniyəni biz işarə eləməliyik. Bax belə. Burada 0'dır ən sonda. Və fiqurun sahəsi biz dedik ki, bizə nəyi verir? Gedilən yolu verir. Onda burada trapesiya alınır və trapesiyanın sahəsi S bərabərdir. Deməli, oturacaqları indi burada son sürəti V-dir. Baxın belə. Əslində, eyni düstura gəlib çıxır burada. Yenə nə alacaq? Bir oturacağı V0, digər oturacağı V-dir. Bölünsün 2, vurulsun T. Baxın, eyni düsturu aldıq. Bu düstur trapesiyanın sahəsindən alınan düsturdur. Yenə V0 gətirib yerinə qoyub hesablayırıq. 6 nömrəli məsələ. Hansı ifadələr doğrudur? X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki göstərilmişdir. T bərabərdir 4 saniyə zaman müddətində
Gəlin görək 4 saniyə zaman müddətində nələr baş verir. Görürük ki, cisim -8 koordinatından başlayır və gəlir B-yə. B-dən də gəlir C-yə. Aha. Deməli, bizə birincidə deyir ki, cismin yola görə sürəti 3 metr/saniyədir. Yola görə sürət deyəndə nə nəzərdə tutulur? Aşağıdan yazıram. V yol. Yola görə sürət deyirsə, biz yolu bölməliyik zamana. Yox, yer dəyişməyə görə sürət deyirsə, yer dəyişməni bölməliyik zamana. S yer dəyişmə bölünsün T. Burada yol nə qədərdir? Trayektoriyanın uzunluğu əvvəlcə -8-dən gəlib 12-yə. Deməli, bu iki nöqtə arasındakı məsafə nə qədərdir? -8-dən 12-yə 20 metrdir. Yenidən 12-dən qayıdıb 4-ə, yəni 8 metrdə burada gedib. Deməli, cismin getdiyi yol 28-dir. Onda yola görə orta sürəti tapanda 28-i bölməliyik. Keçən zaman müddəti gördüyümüz kimi neçədir? 4. 4-ə. Deməli, yola görə sürət oldu 7 metr/saniyə. Deməli, burada 2 doğru variantdır. Yer dəyişməyə görə sürət. Yer dəyişmə odur ki, cismin başlanğıc və son nöqtələri arasındakı məsafə. Yer dəyişməsi budur. Onda -8-dən ən sonu haradır? 4 koordinatdır. Aralarındakı məsafə 4 bura qədər, 8 bura qədər, 12. Deməli, yer dəyişməsi 12-dir. 12-dirsə, onda biz 12-ni bölməliyik keçən zaman müddətinə, yəni 4-ə. Olacaq bu da 3 metr/saniyə. Deməli, cismin yer dəyişməyə görə orta sürətini tapdıq biz. 3 metr/saniyədir. Cismin getdiyi yol yer dəyişmənin modulundan 16 metr çoxdur. Bayaq dedik, yolu nə qədər tapdıq? Yolu 28 metr. Yer dəyişməni nə qədər tapdıq? 12 metr. Yol yer dəyişmədən nə qədər çoxdur? 28-dən 12-ni çıxırıq, 16 metr çoxdur. 5 də doğru variantdır. Deməli, 2-də doğru cavablarımız 2, 3 və 5 oldu. Keçdik 7 nömrəli məsələ. Uyğunluğu müəyyən edin. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin AB, BC, CD hissəsində görək bu variantların hansı uyğun gəlir. Deməli, başlayaq AB hissəsindən. AB hissəsində görürük ki, hərəkətimiz bizim, baxın, yuxarıdır. Ümumiyyətlə, məsələni həll eləməmişdən, baxın, bu qaydanı bilək ki, məsələni həll eləmək rahat olsun. Vx-in T'dən asıllıq qrafiki verilirsə, qrafikin hardan başlaması önəmli deyil. Əsas odur, qrafik yuxarı doğru yönəlsin. Bax, bu halların hamısında biz deyə bilərik ki, təcilin proyeksiyası müsbətdir. Yox, əgər sürət zaman qrafikində qrafikimiz aşağı doğru yönəlibsə, yenə qrafikin hardan başlamağının heç bir önəmi yoxdur. Biz deyəcəyik ki, təcilin proyeksiyası mənfidir. Yox, əgər sürət zaman qrafikində istər qrafik yuxarıda olsun, istər aşağıda, sürət sabitdirsə, bu zaman deyəcəyik ki, biz təcilimiz 0-a bərabərdir. Niyə? Çünki bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə sürət dəyişmir. Sürət dəyişmədiyi üçün də təcil 0-a bərabərdir. İndi gəlin məsələdə verilən halları araşdıraq. AB hissəsi. Görürük ki, qrafik yuxarı doğru yönəlir. Yuxarı doğrudursa, deməli, təcilin proyeksiyası müsbətdir. A-da da bizə onu deyir. Deməli, A, AB hissəsinə uyğundur. Təcilin proyeksiyası mənfidir. Harda? CD hissəsində. Görürük ki, qrafik aşağı doğru yönəlib. Deməli, təcil mənfidir. CD-də B-ni yazdıq bura. Cismin təcilinin proyeksiyası 0-dır. Nə zaman? Burada baxın, BC hissəsində bərabər sürətlidir. Sürət dəyişmir. Ona görə də orada təcil 0-dır. C-də gəldi bura. Qaldı bizdə D, Y variantları. Cisim hərəkət istiqamətini dəyişir. Gəlin buna baxaq. Cismin hərəkət istiqamətinin dəyişməsi odur ki, əgər sürət zaman qrafiki verilibsə bizə,
və qrafik T oxunu kəsib keçirsə, onda hərəkət istiqamətini dəyişir. Niyə? Çünki T oxundan yuxarıdakı hissə X oxu istiqamətində olan hissədir. T oxundan aşağıdakı hissə X oxunun əksi istiqamətində olan hissədir. Və burada biz görürük ki, AB hissəsində baxın, cismin qrafiki budur, baxın, gəldi. Bax, burada T oxunu kəsdi, keçdi. Yəni, əvvəlcə bu hissə X oxunun əksi istiqaməti idi. Keçdi oldu X oxu istiqamətində. Deməli, neynədir? İstiqamətini dəyişdi. Amma, baxın, CD-də gəlir və sürət 0 olur və keçmir, kəsib keçmir. Əgər, bax, belə olsaydı, kəsib keçsəydi, deyərdi ki, istiqamətini dəyişir. Kəsib keçmirsə, deməli, istiqamətini dəyişmir burada. Onda AB hissəsində cisim istiqamətini bir dəfə dəyişir. Yəni, D olur burada AB hissəsinə uyğun. Y-də deyir, cisim bərabər sürətlidir. Bunu bayaq da vurğuladıq. Baxın, BC hissəsində burada sürət sabitdir. Ona görə də bərabər sürətli hərəkətdir. O da BC hissəsinə uyğundur. Deməli, 1-ə uyğun oldu AD, 2-yə uyğun oldu CY, 3-ə uyğundur B. İndi isə keçdik son 3 məsələ. Bu, situasiya tipli məsələdir. Buradan da əslində çox şey öyrənəcəksiniz. Deməli, baxaq. Məsələdə deyilir ki, talih uzunluğu 45 metr olan eskalatorun hərəkət istiqamətində ona nəzərən 0,5 metr/saniyə sürətlə hərəkət edir. Bu halda o eskalatoru 30 saniyə müddətində qalxır. Eskalatorun sürətini hesablayın. Gəlin 8-ə baxaq birinci. Talih uzunluğu 45 metr olan eskalator. Baxın, bura bir eskalator çəkək. Bu eskalator. Eskalatorun uzunluğunu bizə verir. Deyək, L bərabərdir 45 metr. Və burada da bir talih çəkək. Aha. Talih eskalatorun hərəkət istiqamətində, deməli, talihin sürəti, baxın, bu istiqamətdədir və eskalatora nəzərən 0,5 metr/saniyə sürətlə hərəkət edir. Ümumiyyətlə, hərəkət edən platformalar üzərində platformaya nəzərən sürət deyirsə, bu həmən cismin öz sürətidir. Məsələn, deyək ki, deyir ki, çaya nəzərən sürət, axan çay var. Çaya nəzərən sürət deyirsə, bu, məsələn, qayıqdırsa, qayığın öz sürətidir. Məsələn, deyir ki, hərəkət edən bir qatarın üzərində bir cisim hərəkət edir və cismin qatara nəzərən sürəti. Bu cismin özünə məxsus olan sürətdir, özünün sürətidir. Yəni, hərəkət edən platformaya nəzərən sürət deyirsə, cismin öz sürətidir. Burada da eskalatora nəzərən sürət deyirsə, burada bu talihin, VT yazın, öz sürətidir, 0,5 metr/saniyə sürətlə hərəkət edir. Bu halda deyir, o eskalatoru 30 saniyə müddətində, yəni T-də var burada, 30 saniyə müddətində qalxır. Deməli, burada bir eskalatorun sürəti olmalıdır. Eskalator hərəkət istiqaməti deyir də, bax, burada deyir ki, eskalatorun hərəkət istiqamətində qalxır talih. Onda eskalatorun da sürəti, talihin sürəti istiqamətindədir. Və bu zaman biz L bərabərdir, bilirik ki, yol, alınan yol nədir? L bərabərdir, V vurulsun T-dir. Amma buradakı V artıq nisbi sürətdir. Və bir hərəkət edən platformanın üzərində hərəkət edən bir cisim varsa və cismin hərəkəti platformanın hərəkəti istiqamətindədirsə, onda biz nisbi sürəti tapanda nə etməliyik? Sürətləri toplamalıyıq. V talihin sürəti, üstə gələk, V eskalatorun sürəti. Yox, əgər hərəkət əksinə olsaydı burada, talih eskalatorun hərəkətinin əksi istiqamətdə hərəkət etsəydi, nisbi sürət tapanda biz nə etməliydik? Çıxmalıydıq. Deməli, onda yolumuz məlumdur, 45 metrdir, eskalatorun uzunluğu qədər. Nisbi sürəti tapanda V talih üstə gələk, V eskalator vurulsun zaman 30-dur. Talihin də sürəti 0,5-dir verilib. Deməli, onda
V talih üstə gələk V eskalator bərabərdir. 45-i 30-a böləndə 1,5-dir. Talihin sürəti 0,5. Eskalatorun sürətini axtarırıq. Bu da bərabərdir 1,5. Eskalatorun sürəti olur 1,5-dən 0,5-i çıxırıq. Oldu 1 metr bölünsün saniyə. 9-cu nömrəli məsələdə deyir ki, talih eskalatorda hansı istiqamətdə və hansı sürətlə hərəkət etsə, yerə nəzərən sükunətdə qalar. Baxın, bayaq dedik ki, talih əgər, buradan eskalatoru bir də çəkim. Eskalator deyək ki, yuxarı doğru hərəkət edir və sürətini də bildik. 1 metr bölünsün saniyədir. Talih də buradadır. Talih eskalatorun üzərində onun əksinə hansı sürətlə getməlidir ki, yerə nəzərən. Yerə nəzərən deyəndə, məsələn, buradan bir adam baxır, yerdə dayanan bir adam var, deyək ki, talihə baxır, onu hərəkətsiz görsün. Təbii ki, onda biz əksi istiqamətdə hərəkət eləyəndə, yəni platforma üzərində nə edirdik? Sürətlər, nisbi sürət tapanda nə edirdik? Yerə nəzərən nisbi sürəti bir-birindən çıxırdıq. Onda deməli, talihin də sürəti burada 1 metr böl saniyə olmalıdır ki, kənardan baxan, yerdə sükunətdə olan bir adam, bir cisim talihə baxanda onu sükunətdə görsün. Bu o deməkdir ki, sanki platforma talihi 1 metr yuxarı qaldırır, talih özü 1 metr saniyədə aşağı düşür. Yəni, talih yerini dəyişmir, sükunətdədir. Deməli, onda burada cavabımız olacaq, talih eskalatorun hərəkətinin əksinə 1 metr böl saniyə sürətlə hərəkət etsə. Bu halda yerdən baxan cisim və yaxud da yerə nəzərən sürət 0-a bərabər olur. 10 nömrəli məsələdə talih eskalatora nəzərən sükunətdə olarsa, bu nə deməkdir? Yəni, talihin öz sürəti 0 olarsa, çünki dedik ki, eskalatora nəzərən sürət deyəndə cismin öz sürəti nəzərdə tutulur. Eskalatora hansı müddətə qalxar? Onda deməli, nə edirik? L bərabərdir, yenə nisbi sürət. V talih üstə gələk, V eskalator vurulsun T-dir. L məlumdur, L-i bizə verib 45 metr. Bərabərdir, talihin sürəti artıq burada 0-dır. Deməli, bir dənə bunu aparan nədir? Bu talihi aparan. Eskalatordur, onda eskalatorun sürətini yazmalıyıq. 1 vurulsun T. T də buradan bərabərdir 45 saniyə. Belə əziz dostlar, düz xətli hərəkət mövzusundan suallara baxdıq. Xatırladım ki, bu test toplusu Landau test toplusudur və mövzularımız davam edəcək. İzləmədə qalın, sağ olun, hər kəsə uğurlar arzulayıram.